Səfəvilər dövlətinin cədvəldə verilən dövlətlərlə ümumi cəhətlərini müəyyən edin. Səfəvilər dövləti 1501-1736-cı illərdə mövcud olubdur. Əvvəlcə qarşısına onun illərini yazırıq. İndi isə suala baxaq. Ağqoyunlu dövləti inzibati cəhətdən bəylərbəyliklərə bölünməsi. Bu, hər ikisi arasında oxşar cəhət deyildi, çünki Səfəvilərə aid xüsusiyyətdir. A-nı çıxardırıq, A-nı variantlardan da ixtisar edirik. Osmanlı dövləti ilə müharibə aparılması hər iki dövlət üçün xarakterikdir. B-ni götürürük. Avropa dövlətləri ilə diplomatik münasibətlərin yaradılması da hər ikisinə aiddir. 1-ə BC olduğuna görə bir variantı daha buradan ixtisar edirik. Keçirik digər hissəyə. Şeybanilər dövləti ilə dostluq münasibətlərinin mövcud olması. Xeyr, hər iki dövlət əsasən Şeybanilər dövləti ilə müharibə vəziyyətində olubdur. Ona görə A-nı ixtisar edirik. Davam edək. Paytaxtın İsfahan şəhərinə köçürülməsi. Səfəvilər dövlətinin paytaxtının İsfahan şəhərinə köçürülməsi olsa da, Teymurilərdə belə bir hal olmayıbdır. Səfəvlərdə Şah Abbas 1598-də paytaxtı köçürmüşdür. Ona görə B-ni də çıxırıq. Bizə ortaq cəhət lazımdır. Bayandurlu sülaləsi ilə müharibə etməsi. Bəli, Səfəvilər dövləti dövlət olaraq, misal üçün, 1503-cü ildə Bayandurlularla Almabulağı döyüşündə iştirak etmişdi. Teymurilər dövləti üçün isə Muğan döyüşünü 1468-69-cu illəri nümunə gətirə bilərik. Burada düzgün cavabımız 1-ə BC, 2-ə də C olacaqdır. Digər variant da yanlışdır.